Deməli, birinci Zümrüd xanım, siz də başlayaq. Mikrofonu açın zəhmət olmasa. Səsim gəlir sizə yəqin ki. Müəlliməm. Hə, baxın müəllim, Zümrüd xanım, İblis əsəri neçə pərdədən ibarətdir? 2. Yox. 4 pərdəlidir müəllim. 4 pərdəlidir. Düzdürmü? Bəli. 4, baxın, yadınızda saxlayın. Hansı janrdadır? Hansı ədəbi növdə və hansı janrdadır? Tragediyadır müəlliməm. Yox, komediya deyil. Bax, dramatik növdə faciə Tragediya, janrındadır. tragediya. Dramatik növdə faciə janrındadır. Bəli, dramatik növdə faciə janrıdır. Obrazların adlarını çəkə bilərsiniz. Hansıları xatırlayırsınız, onları çəkin. Əsərdə hansı obrazlar var? İblisdir. Səhra buyur. İblis, İbn Yəmin, Arif, Rəna, Bəli. sonra Vasif, Aha. başqa. Əlavə edə bilərsən Gülcahan? Şeyx falan var idi, eləmi? Bəli, şeyx var idi. Kim idi şeyx? İxtiyar şeyx. Kim idi İxtiyar şeyx? Asi Axsas. istəyən babasıydı mı? Kimin Yoxsa? babasıydı? Hə, kimin babasıydı? Asi istədiyi qızın babasıydı. Hə. Xavər idimi? Ay sağ ol, bəli, Xavərin babasıydı. Sonra burada mən əlavə edim. İbn Yəmi dedik. Baxın, yaralı zabit var. Hansı ki, Vasiflə dostu gətirdiyi zabit idi bu, düzdürmü? Zənci çavuş Bəli. var idi orada. Teyf var idi, hansı ki, o Rənanın atasının ruhuydu. Elxan var burada, qaçaq əsgər idi. Daha sonra burada rəqqasələr var. Baxın, rəqqasələr ərəbdir. Milliyyətçi ərəb idilər. Çingənələr var idi. Çalğı taqımı var idi. Zabitlər var idi. Əsgərlər var idi. Yəni çoxdur. İndi gəldik, keçdik, başladıq ilk pərdədə. İlk pərdədə deməli, burada nəyin təsviri verilmişdir? Səhra. Bağdadda olur hadisə. Bəli, hadisələr Bağdaddadır, bəli. Bir pəncərə təsvir olunur. Düzdür. Deyir ki, sağda kim? Mələk, solda da iblis Bir dəqiqə, dayanır. tələsməyək. Burada deməli bu hissələrin təsviri var, qübbəciyin təsviri var. Deyir, hadisələr dedik ki, Bağdadda baş verir. Deməli, ağaclıqlı, mənzərəli bir guşə vardır. Çöl yaşıllığa bürünmüşdür, yəni meşəlikdir də bura, yaşıllıq içindədir. Bir çardaq var, içərisində həsirlə döşənən sadə bir qülbəci. Kulübə deyirlər, tüklər, kulübə. Burada qülbə formasında verilir də bizim də tərcümədə. Həmin bu qülbənin iki dənə də pəncərəsi var. Sağda və soldadır. Və qarşıda da bir dənə qapı var. Deməli qülbədir. Qülbənin iki daxma deyək də bizim deyilən bir deyəs olsa. Onun iki pəncərəsi var. Biri sağda yerləşir, biri solda yerləşir. Qarşıda da nə var? Bir qapı var. Sonra otaqda bir neçə kitablar nəzərə çarpır və zaman olaraq hadisələr hansı zamanda baş verir? Avqust ayında. Avqustun baxın, ikindi çağı veribdir. İkinci deyil ha bu, ikindi çağı. Bu bizim ilkindi deyirik, ilkindi namazından sonrakı vaxt. Baxın, bəziləri elə bilirlər avqust ayının ikinci yarısı mı nəzərdə tutulur? Məsələn, avqustdan 15-dən sonrası mı? Yox. Avqustdan ikindi, günün ikindi avqust ayıdır, günün ilkindi vaxtıdır. Yəni ilkindi namazından sonrakı vaxtı. Bax, buna diqqət yetirin. Bunu da mənə müəlliməm deyibdi. Yəni bu əsərləri mən sizə incəliyinə qədər keçirəm ki, sözbəsöz sizdə hər şey aydın olsun. Bura aydındır. Və ondan sonra hə Səhra, indi o dediyin hissələrə gələ bilərik. Buyur indi. Gülbənin pəncərəsi olur. Kim? Nədə də Arif uzanır. Bəli, Arif uzanıbdır, bəli. Sonra o düşüncəyə dalır. Düzdür. Göy gurultusu var, tüfəng, bomba səsləri var. Bu pəncərədən sol tərəfdə iblis, sağ tərəfdə də mələk görünür. Bəli. Sonra Burada mələklər konkret qeyd olunmur, sağda mı iblisdir, solda mı mələkdir və ya da solda mı iblisdir, sağda mı mələkdir. Sadəcə deyir ki, həmin pəncərənin gözlərindən birində iblis, birində isə mələk
100-ə çarpır. Eyni zamanda burada gurultular var. Bu nəyin gurultu səsləridir? Müharibənin gurultu səhnələridir. İndi diqqət eləyəcəyiniz bir məqam. Baxın, düşə bilər ki, İblis əsərində real döyüş səhnələrinin təsviri varmı? Deyirsiniz ki, xeyr, yoxdur. İblis əsəri digər əsərlərdən fərqli olaraq, Zümrüd xanım, siz bizim səsimizi eşidirsiniz də yəqin ki. Bəli, müəllimə eşidir. Mən sizə yenə ara-sıra müraciət eləyəcəm. İstəyirsinizsə biraz bu hissələr çətindir. Soruşun bu abituriyentlərdən. Siz diqqətlə qulaq asın, narahat olmayın. Biz sizlə əvvəlki qrupumuzdan da bu əsərlərə qayıdacağıq. Diqqətlə qulaq asıb qeydlər götürün mənim. Sözbəsöz baxırıq, narahat olmayın. Yəni oxumağa tay bərabər bir şeydir, inanın ki. Hə, deməli, baxın, nəyə diqqət edirsiniz müəllimlər? Sual oluna bilər, düşə bilər ki, imtahanda İblis əsərində real döyüş səhnələrinə yer verilmişdirmi? Deyirsiniz ki, xeyr. Niyə görə xeyr? Çünki sadəcə burada döyüşün başladığını, top atəşlərinin səslərinin gəldiyini müşahidə edirik. Məsələn, götürək əsərlərimizdən Vaqif dramını yadınıza gətirin. Ağlınıza gətirin İskəndərnamə poemasını. Ağlınıza gətirin deməli, bu iki əsəri, xüsusən bu iki əsəri gözünüzün önündə canlandırın. Baxın, bu əsərlərdə verilən döyüş səhnələri realdır. Məsələn, İskəndərin Dara ilə olan müharibə səhnəsi. Gözünüzün qarşısında gəlsin, deməli, həmin Dədə Qorqud dastanında görürsüz, Koroğluda, bunlarda döyüş səhnələri realdır. Yəni konkret olaraq biz geniş döyüş səhnələrini, döyüş təsvirlərinə yer verilibdir, realdır. Amma İblis əsəri bu adlarını sadaladığım əsərlərdən fərqli olaraq bu əsərlərdə real döyüş səhnələrinə yer verilmir mənim uşaqlar. Aydındır? Aha. Bəli. İndi İblis əsər nə ilə başlayır? İblisin monoloqu ilə. Monoloq nə deməkdir? Gülcahan. Buna da bir diqqət yetirək. Monoloq nə deməkdir? Ədəbiyyat nəzəriyyəsindən. Bir var Diyaloq diyaloq. iki insan arasında olur. Amma Bəli. monoloq insan öz-özünə danışması falan Ay o değil sağ ol. mi? Ay sağ ol. Yəni İblis özünə əsəri, deyir. bəli, İblis əsəri birbaşa İblisin monoloqu ilə başlayır, düzdürmü? Bəli. Düzdür də. İndi ədəbiyyatımızda başqa hansı əsər birbaşa obrazın monoloqu ilə başlayır? Aldanmış Kəvakib. Aldanmış Kəvakib, yox, Aldanmış Kəvakibdən birbaşa monoloq deyil. Deməli, orada biz nə görürük? Görürük ki, deməli, Şah Abbas arvadı Səlma Xatunopulu, Xacə Mübarək daxil olub dialoqlar. Müsibəti Fəxrəddində Rüstəm bəy. Mən haman Rüstəm bəyəm ki, top dağıtmaz Zülşüd bəyin evini xaraba qoydum. Kərim xanın evini yandırdım, kül etdim, mənə bir təşəbbüs satmaqdan ötürü. İndi o Fəxrəddin görək atasından qoçaqmı olacaq ki, baxın görürsüz, birbaşa Rüstəm bəyin monoloqudur. Deməli, İblis və Müsibət Fəxrəddin əsərləri üçün ortaq cəhət. Hər ikisi obrazın monoloqu ilə başlayır. Aydındır? Bəli. Bu monoloq məşhur monoloqdur. Dəryalara hökm etmədə insan, tufan, səhralara. Deməli, dəryalara hökm etmədə tufan, səhraları sarsıtmaqda vulkan, sellər kimi axmaqda qızılqan, canlar yaxar, evlər yıxar insan. Bundan sonra kimin monoloqu gəlir? Səhra, Mələkin. Mələyin monoloqu gəlir. Bəli, Mələyin monoloqda nələr təsvir olunmuşdur? Səhra çox sağ ol. Gülcahan, Mələyin monoloqunda nələr təsvir olunur? Mələk deyir ki, bu vəhşət nədir, fəlakət nədir? Bəli. İnsanlar kimsədə mürfət qalmayıbdı. Və deyir, İnsan İblisə iblis uyubdur. uyubdur. Və deyir ki, bütün bəşəriyyət nəyə uyubdur? İblisə uyubdur. İki əsas məsələ var burada. İblisin monoloqundan yadınızda qalmalıdır, imtahana düşməli olan. Birincisi, heç kəsdə insan və mürvətin olmamağından, dəhşətlərin, fəlakətlərin olmağından, heç kəsdə insaf və mürüvvətin olmamağından, bir də bütün bəşəriyyətin iblisə uymağında. Sonra yenidən gəlir İblisin monoloqu. Burada nə göstərilir Gülcahan? İblis orada çılğın qəhqəhələrlə gülür, topların aləmə vəhşət verir, deyir, sanki qiyamət qopur. Bəli. Deyir, sanki deyir, qiyamət qopur və toplar aləmə dəhşət verir, deyir. Və bundan sonra yenidən mələyin burada
monoloqu verilir. Mələk nə deyir? Burada yenə. Mələk Rəbdən lütfi inayət istəyir. Bəli. Bəşəriyyətin qəhrə olduğunu deyir. Başdan başa hər yer vəhşət olduğunu deyir. Bəli. Düzdür. Baxın, yadınızda saxlayın. İblis bütün baş verənlərin səbəbini insanda, mələk isə iblisə uyan bəşəriyyətdə görür. Bunu diqqətinizdə saxlayın. Bütün günahları iblis insanda, mələk isə iblisə uyan bəşəriyyətdə görür. Daha sonra artıq biz Arifin monoloqunu görürük. Deməli, bu pərdə daha çox monoloqlara yer verilmişdir. Arifin monoloqu haqqında burada əsas yadınızda saxlamalı olduğunuz məqamlardan nə deyə bilərsiniz Arifin bu monoloqundan? Qısa-qısa fikirlərinizi bildirin. Buyurun. Mən bir də sualı verim. Deməli, Arifin monoloqu gəlir, düzdürmü? Bəli. Deməli, burada Arifin monoloqunda nə təsvir olunmuşdur? Nə deyir burada? Onun ruhunu aparmasın. Deyir. Burada nəyə müraciət var? Ey ulu tanrı deyə müraciət eləyir. Allah'a Bəli. Allaha müraciətlə monoloqu verilən başqa obraz hansı əsərimizdə var? Hansı ki, ipucu verim sizə, namaz üstündə idi. Namazda olarkən Allaha müraciət edir. Vaqifdə verir. Vaqifdəki vidadi obrazıdır, bəli. Hı. Deyir burada, ey ulu tanrı deyə, ey xaliqi hikmət. Səni deyir, duyduqca, düşündükcə deyir, qəlbimin deyir, tarı deyir, qəlbim tar olur deyir. Neçə deyir, pərdələrdə deyir, hikmət görmüşəm, neçə deyir, sirlərdə hikmət görmüşəm, min deyir, həqiqət görmüşəm, min türlü, yəni min cür həqiqət görmüşəm. Amma deyir, hamısı deyir, mənə zülmət kimi gəlir. Yəni, gördüyüm bu bütün min cür həqiqətlərin deyir, hər biri mənə zülmət kimi gəlir. Bülbüllərin əlhanı, çiçəklərdən də əlvandır deyir. Amma deyir, onların heç biri deyir, mənim könlümə çılçıraq olmur, yəni könlümü açmır deyir. Ey varlığı yox, yoxluğu vardan daha dilbər deyir. Ruhum səni izlər. Allaha bura dilbər deyə müraciət edir uşaqlar. Dilbər deyəndə Allahı nəzərdə tutur. O deyir, gözəl çöhrəni deyir, mənə deyir, göstər. Mənim könlüm deyir, sənin üçün darıxır. Mən deyir, peyğəmbərlərə, qanunlu kitablara deyir, uydum deyir. Hamısında da deyir, müxtəlif əlamətləri gördüm. Hər fəlsəfədə deyir, xəyallar var deyir. Hər fəlsəfədə deyir, xəyallar var, amma deyir, rəhbərin vicdanı yoxdur, vicdanın rəhbəri yoxdur deyir. Sənsiz deyir, mənim qəlbimin vicdanı oyanmaz deyir. Onu Allaha şöyle irfan deyə müraciət edir. Gəl deyir, məni deyir, göylərə qaldır deyir, gəzdir qonağında. Ya da deyir, süründür, yetişir göylərə qaldır deyir. Çox deyir, yerlərdə süründüm. İndi deyir, məni göylərə qaldır, qucağında dindir. Yəni, dindir burada sakitləşdirməyi nəzərdə tutur uşaqlar. Deyir, mən deyir, qalxım deyir, göy üzündən deyir, baxım deyir, orada deyir, gözəllər xoşdurmu, gözəldirmi deyir. Mələklər deyir, cənnətdə necədir deyir. Məni deyir, qaldır göylərə, mən bunları deyir, seyr edim, görüm deyir. Məni qaldır ki, deyir, bu yerdəki bu zülməti, bu vəhşəti görməyim. Deməli, göyə qalxmaqda məqsədi nədir? Yerdəki zülməti və vəhşəti görməmək və göydəki cənnətdəki mələklərin necə olduğunu görmək istəyir. Əgər deyir, bütün hikmətlər deyir, insanı xəlq edirsə deyir, iblisə nəyə ehtiyac var? Bax, bu çətindir, əsas saxlamalı olan məqamları qeyd etdim mən siz üçün. İndi burada artıq dialoqa keçirik və iblisin dialoqu gəlir, düzdürmü? Daha doğrusu yox, üzr istəyirəm. Burada da iblisin monoloqudur. Baxın, imtahanda sual oluna bilər ki, əsərdə müraciət monoloqdur, amma müraciət var. Burada kitab yanında olanlar yaxşı bilər. Səhifə onun başlığında verilən Ariflə başlanılan olan müraciət olunan hissə monoloqdur uşaqlar. Dialoq deyil. Orada Arifə müraciət edir, Arif deyə başlayırsa da o əsər monoloqdur. Dialoq deyil. O hissədə nələr qeyd olunmuşdur Səhra?
Arifə deyir ki, biçarə adlandırır onu. Ay sağ ol, biçarə çocuq adlandırır iblis. Bəli. Bəli, sən də o iblisə mi takıldın deyir. Sonra deyir ki, iblisi təhqir edirsən, lakin sonra sən iblisə kölə olacaqsan. Hı. Başqa? Bir də deyir ki, heç kimsə sənin imdadına yetişməyəcək. Bəli, sənin imdadına qaçan ancaq nə olacaq? Nə? Ah, bir də Fəryad. fəryad olacaqdır. Bəli, əla. Bir dənə bir məsələ qeyd edeyim burada. Xırda bir nüansdır. Deməli, iblis burada qeyd eləyir ki, bax belə bir ifadə, dahilər, ulu əzəmlər, nabilər belə məndən heç vəhlə təxlisi giriban edəməzkən. Yəni deyir, mənim öhdəmdən alimlər, ulular belə gələ bilməyəndə, sən deyir, məni deyir, təhqir edirsən və çox söylənirsən deyir, çox şikayət edirsən. Bir gün deyir, gələr deyir, sənə deyir, bu qoca iblisin əlində biçarə qalarsan. Heç kəs sənin imdadına çatmaz və sənin imdadına ancaq ah və sənə çatan isə ancaq ah və fəryad olar deyir. Sonra burada deməli, Arif yenə burada qəzəbli haldadır, saçlarını qarışdırır və bu zaman kim daxil olur Gülcahan? Ya da bir dəqiqə Gülcahan yox, Zümrüd xanım. Kim daxil olur səhnəyə Zümrüd xanım? Bilirsiniz bu hissələri? Zümrüd xanım səsim gəlir sizə? Müəllimə təkrar eləyim. Hə, bu hissələrdən sonra bu monoloqları yekunlaşdırdıq. İndi Ariflə dialoqu olan, söhbətə girəcək obraz kimdir? İxtiyar. Bəli, ixtiyar. İxtiyar. İxtiyardır, bəli. İxtiyardır Zümrüd mənim. Səsim gəlir sizə? Bəli, müəllimə. Aha, ixtiyardır. Nə deyir burada ixtiyar iblisə? Bilirsiniz bu hissələri? Yaxşı. Onda qulaq asaq müəllimə, O yaxşımı? artist- Hə, buyurun. Otaqda əsəbi halda varqar eləyir müəllim. Hə, burada Arifdir, otaqda oturubdur, əsəbi haldadır. Bu zaman içəri ixtiyar qoca daxil olur. Yaxşı müəllimə, qulaq Bəli. asaq onda, diqqətlə qulaq asaq, amma xahiş edirəm, qeydlərinizi götürün müəllimə, vaxtımız çox azdır. Qeydlərinizi götürün. Siz də həmçinin uşaqlar, biz Zümrüd müəllimə aid deyil, siz də qeydlərinizi götürün. Hə, ixtiyar daxil olur. Gülcahan, yaxşı, bu hissələri danış qızım. İxtiyar daxil oldu. Nədən deyir? Burada dialoqlar necə baş verir? Hansı hadisələr baş verir? Bu hissələri danış. Gülcahan. Daxil olur, sanki orada bir Arifə acıqlanır. Hı. Deyir ki, Yox, ondan əvvəl Arif deyir ki, gəl deyir, mənim dərdimə çarə elə deyir, çarə qıl "Çarə deyir. elə." Ha. Bu da İxtiyar- ixtiyar buna deyir ki, qəlbindəki nifrətləri, vəhşətləri yığ deyir. İblisə uyma, bəşəriyyət iblis suyu peşinə qazanmayıb deyir, sən də ona uyma deyir. Arif, oğlum, bunu unut bəni dinlə. Özünü dinləməyi məsləhət görür orada. Bəli. Demək, burada Sən deyir ki, özünü məsələ edirsən deyir. aha. Bura qədər Arifin də hissələri var. Arif əvvəl ixtiyara deyir ki, gəl deyir, məni deyir, çarə qıl deyir. Sonra fikrindən daşdır. Yox deyir, gəl əvvəl deyir, beynimi aç deyir, qəlbimi aç deyir. Yox deyir, aça bilməzsən. Sonra belə deyir. Sonra deyir, gəl məndən uzaqlaş deyir. Yox deyir, sən məndən qaça bilməzsən, uzaqlaşa bilməzsən. Mənə deyir, yaxlaşma deyir, yaxın durma deyir, məndən kənar ol deyir. Sonra deyir ki, yox deyir, qaçma deyir, gəl deyir, mənə deyir, dava bul, yəni dərdimə çarə tap deyir. Bu zamanda bəli, ixtiyar deyir ki, səndə deyir, mənəvi aləmi buraxdın deyir, mədəni aləmi deyir, buraxdın deyir. Sən deyir, bədəvi aləmə çıxdın. Mənəvi aləmi buraxıb bədəvi aləmə çıxdın. İnsanlıqda olan bu haqsız demir ki, iblisə uyma. Belə demir Gülcan. Deyir ki, insanlıqdakı bu haqsızlığı, zülmü deyir, unut deyir. Qəlbində olan nifrət və vəhşilikləri yıx deyir. Bir deyir, iblisə uyan deyir, bir-iki nəfər deyir, bütün bəşəriyyətdir deyir. Bir gün deyir, ev yıxmağa, qan içməyə insan adət edibdir deyir. Unut deyir. Məsləhət görür ki, onu dinləsin, qulaq assın. Əgər deyirsən bunları fikirləşməklə deyir, özünü axırda məhv edəcəksən deyir. Yəni burada iblis belə deyək də Arif
bu insanlarda olan bu ədalətsizliyi, bu iblisə uymağı, bu vəhşiliyi qəbullana bilmir. Deyir, niyə insanlar vəhşi olmalıdır? Niyə diyorlar iblisə uymalıdır ki? İxtiyar da deyir ki, bu bir nəfər, iki nəfər deyil buna uyan. Buna bütün bəşəriyyət uydu. Baxın, bu mələklə, mələyin monoloqu ilə ixtiyarın bu fikirləri ortaqdır. Mələk nə deyirdi? Deyir, iblislə həmrəngi siyasət olubdur və bütün bəşəriyyət iblisə uyubdur. Burada da eyni fikirləri ixtiyar qocanın dilindən eşidirik. İxtiyar qoca nə deyir? Deyir ki, 100.000 dövlə deyir iblisə uyan deyir. Həp bəşəriyyət, yəni bütün bəşəriyyət. Deməli, mələk də deyir ki, iblisə bütün bəşəriyyət uyubdur. Burada ixtiyar qoca da deyir ki, iblisə bütün bəşəriyyət uyubdur. İkisinin nitqi üçün ortaq cəhətdir bu. Ondan sonra Arif burada acı qəhqəhələr çəkir, düzdürmü? Və başlayır, Arif nə deyir burada qarşılığında? Arif deyir ki, o kimsə nəticən aldan sonra o hissənəm mənim. Yox, hələ ixtiyar qocandan nitqi var, hələ iblisə keçmir. Bu ixtiyar qoca belə deyəndə Arif nə deyir? Gəl bana, dərdimi çare elə o hissənəm mənim. Yox, ona dedik, oranı ötdü. Deyir ki, bu ixtiyar qoca deyir, insanlardakı bu vəhşiliyi, bu cəhaləti unut deyir. İnsandakı bu vəhşilikləri yadından çıxar deyir. Arif də qayıdır deyir ki, bunun qarşılığında. Deyir, bunu unutmaq deyir, mümkün deyil deyir. Mən deyir, bu vəhşəti deyir, zira necə unuda bilərəm deyir. Sən bura çox gözəl bir fikir verib də imtahana düşə bilər. Çox gözəl fikirdir. Deyir, insanda olan bu vəhşilikləri deyir, vəhşilərə desən deyir, onlar belə deyir, insandakı vəhşiliyə heyran qalmış olarlar. Yəni insandakı bu ədalətsizliyi, vəhşiliyi deyir, vəhşilərə desən belə, onlar da deyir, insandakı bu vəhşiliyə deyir, heyran olmuş olarlar. Yaxşımı? Deyir, nə vaxta qədər deyir, görəsən deyir, bu belə davam edəcək. Bax, orada belə ifadə keçirdi. Bilməmdi şu cinayət, şu xəyanət, şu fəlakət, bilməzmi ilahi bu qədər şəbrə nə hacət? Yəni, bitməzmi deyir, insanlarda olan bu vəhşiliklər, cəhalət, ondan sonra fəlakətlər, xəyanətlər. Sonra artıq burada gəlirik buradan, deməli, yenə Arifin iblislə dialoqu. Baxın, Ariflə iblisin dialoqu hələ burada başlayacaq uşaqlar. Deyir, kimsən, nəçisən? İndi o hissələri dinən Gülcahan. İblisdən kim olduğunu, nəçi olduğunu, hardan gəldiyini, şöhrətinin namının nə olduğunu soruşur. Bəli, iblis nə deyir qarşılığında? İblis deyir ki, mən hal-hazırda atəşəm, amma əvvəl mələk olmuşam. Bəli, Orada Adəm peyğəmbərin adı çəkilir. bəli. Adəm kimi bir sayğısız deyil, mənə ağır bir ləkə vurdu. Amma deyir, buna rağmen şöhrətim alçalmadı, yüksəldi. Bəli. Və deyir, mənim adım Onu əvvəllər Allahın adı ilə bərabər zikr edilir. Mələklər ona baş əyərdi. Necə bir şey var deyir. Bəli. Deməli deyir ki, mən əvvəl indi atəşəm deyir, amma əvvəllər mələk idim deyir. Və deyir, bütün mələklər deyir, mənə deyir, səcdə edərdilər deyir. Əvvəllər deyir, Adəm kimi bir deyir, sayğısız deyir, onu sayğısız adlandırır, yəni hörmətsiz adlandırır. Deyir, o mənə deyir, ləkə vurdu. Və deyir, mən deyir, amma deyir, əksinə alçalmadım, daha da yüksəldim deyir. Və deyir, mənim adım Allahın adı ilə bir zikr edilir. Bu da Quranda, məsələn deyir, Allah şeytana lənət eləsin. Bax, görürsünüz, Allah şeytan bir cümlədə verir. Yəni adım Allahla bir zikr edilir deyir də. Bu nəzərdə tutur ayağında. Amma burada Arif də deyir ki, artıq deməyə ehtiyac yoxdur. Mən səni yəni tanıdım, bildim. Aman, dəhşət, vəhşət, sən iblissən. Bəyər deyir, bu qədər deyir, cahan məhv olarkən deyir, sən deyir, nəyə gəldin deyir, gəlməkdə yəni məqsədin nədir deyir. Və iblis qarşılığında nə deyir? Çox sağ ol Gülcahan. Səhra iblis qarşılığında nə deyir? Gəlməyinin səbəbini də necə açıqlayır Arifə? Səhra. Gəldim ki deyir, hürriyyət və dedim, Deyir ki, bəli, gəldim ki deyir, sənin ruhunu deyir, gördüm ki sənin ruhun deyir, çox əzilir deyir. Gəldim ki, sənin yəni ruhun belə deyək, dustaq altındadır. İndi mən gəlmişəm ki deyir, sənə hürriyyət Nur verim. Yəni verim. hürriyyət nədir? Azadlıq verim deyir.
Və bütün Hı. deyir xəyanətlər deyir sənin qəlbini bağlayıbdır deyir. İstədim ki, deyim gəlim sənin qəlbinə nuri həqiqət, həqiqət nuru, həqiqət işığı bəxş edim. Yəni qəlbin qaradır, sənə həqiqət nuru bəxş edim. Hı. Sən zülmətdəsən, belə dustaqsan, yəni sənə belə deyək ki, hürriyyət bəxş edib. Demə ona vəd edir hürriyyəti və qəlbinə nuri həqiqət verməyi, yəni həqiqət nurunu bəxş etməyi. Arif də qarşılığında nə deyir? Sən mənə deyir, sən zülmətsənsə, mənə nuri həqiqət verə bilməzsən. Bəli. Sonra hürriyyət də verə bilməzsən. Bəli. Və mən deyir sənə heç vaxt uymaram. Yəni sənin dediklərinə inanmaram. Ona dəf ol deyir, azğın deyir, çıx get deyir, satqınsan deyir. Yəni orada o ifadə edir və deyir sən mənə heç vaxt hürriyyət verə bilməzsən deyir. Bəli. Və deyir mən sən deyir özün zülmətsən deyir. Zülmət olan deyir necə insana nuri həqiqət, yəni həqiqət nuru bəxş etsin ki. İndi iblis qarşılığında deyəcək bu hissləri istəyirsə biraz mən deyim. Deyir ki, sən deyir səhv edirsən atəşi zülmət hesab etməklə. Axı bu iblis atəşdir. Bu Arif də axı iblisə demişdi ki, sən zülmətsən, necə nur bəxş edə bilərsən? O da deyir ki, Arifə deyir ki, iblis sən yanılırsan deyir. Atəş deyir, zülmət deyil deyir. Mən deyir zülmət deyiləm deyir, atəşəm deyir. Özüm də atəşəm, üzüm də atəşdir. Hər yerim atəşdən ibarətdir. Bəsdir, bu zamanda Arif də qayıdır deyir ki, nura deyir talibəm deyir. Mən deyir nuru istəyirəm deyir. Mənim deyir atəşlə nə işim? Yəni nə ehtiyacım var deyir mənim atəşə deyir. Bu zaman iblis deyir, atəş olmasa deyir nur olmaz deyir. Günəş də, bütün bəşəriyyət də deyir atəşdən ibarətdir. Hətta deyir burada hansı peyğəmbər adı çəkilir? Zərdüş peyğəmbərin. Baxın burada 2 peyğəmbərin adı çəkilir uşaqlar. Bir Adəm peyğəmbərin adı çəkildi. Hansı ki Adəm sayğısız idi və ona ləkə vurmuşdu iblisin zənnincə. Bir də burada Zərdüş peyğəmbərin adı çəkilir ki, Zərdüşlərdə də Zərdüş peyğəmbərin belə də inancını əsasını od təşkil edirdi, düzdürmü? Yəni o da deyir, o fəlsəfədə əsasında deyir atəş dururdu, od dururdu deyir. Arif də deyir ki, get deyir burdan, dəf ol deyir, mən deyir sənə uymaram deyir. Yenə Arif burada belə deyək, iblisə uymur. Bu zaman iblis dayanmır, çıxır, gedir. Və burada gəlirik indi Xavər ilə Arifin söhbətinə. Buranı da danış biraz səhrə bizə. Xavər ilə Arifin dialoqlarından səhnəsində danış. Aha, Xavər gəlir ora. Sonra deyir ki, yeni nə olub sənə? Sənin gözlərinə kimlər göründü? O da deyir ki, heç soruşma, məni kədər, iztirab məhv edir. Sonra deyir ki, məni bu qanlı həyat boğacaq. Sonra onu keçmiş xatirələrini yada salır, Rə'nanı. Bəli. Rə'nadan söz açır. Sonra elə bu zaman İxtiyar, İbn Yəmin, Rə'na, Zənci Çavuş, bir də əsgər girir. Bəli. Sonra İbn Yəmin İxtiyardan keyfinin necə olduğunu soruşur. O da isə gəminin olmadığını deyir. Sonra neydi? Aha. Sonra nə olur? Kim Arif Rə'nanı görür, tanıyır. Aha. Sonra İbn Yəminlə dialoq olur Yo, burada. bax görmür. Hə. Deyir, sanki deyir qarşımdadır Rəna. Hələ Rəna gəlməyibdir. Köhnə xatirətlər, köhnə xatirələr gözündə canlanır. Bax deməli Xavər gəlir, deyir, nə olubdu sənə Arif? Deyir, nə dedi sənin deyir, bu gözlərində görünən deyir. Deyir, heç deyir demə deyir. Mənə deyir iztirab və kədər məhv edir deyir. Əgər deyir sən də deyir olmasaydın deyir, bu qanlı həyat məni boğardı. Yəni Xavərə deyir ki, Xavər bunun yoldaşıdır da, həyat yoldaşı deyir. Əgər deyir sən olmasaydın deyir, bu qanlı həyat deyir məni boğardı deyir. Sən deyir bilmirsən deyir o gözlər deyir nələr deyir deyir. Deyir nə deyir o gözlər deyir. Ruhumu deyir cəzb edir özünə deyir. Sanki deyir köhnə bir xatirə məndə canlanır. Bax belə ifadə verir. Söylüyor əski xatiratı bana. Yəni köhnə xatirələr gözündə canlanır. Sanki deyir qarşımdadır gözəl Rəna. Sənə deyir gizli bir söz var deyir, Xavər deyir. Sən bunu demək istəmirsən deyir. Yox deyir, heç deyir sorma sevgilim. Ona sevgilim deyə müraciət edir.
və Xavər burada qəddar deyə Arifə müraciət edir, amma bunu ətrafa deyir. Yəni ətrafa hissəsi veribdir orada remarkada. Yəni bunu qəddar ifadəsini birbaşa Arifin üzünə söyləmir. Və bundan sonra İxtiyar, İbn Yəmin və Rəna daxil olurlar. Yəni bura qədər hələ Arif Rənanı görməyibdi. Sadəcə deyir ki, sanki qarşımdadır gözəl Rəna. Yəni onun xəyalı canlanır bir növ gözəndə. Sanki deyir. Yəni real olaraq Rənandan hələ üz-üzə gəlmir. İndi bundan sonra Rənandan İbn Yəmin və İxtiyar üçü bir yerə daxil olacaqdır. Burada İbn Yəmin İxtiyardan onun halının necə olduğunu soruşur. Və deyir ki, bu zamanda İxtiyar da cavab verir ki, şükür, qəmim yoxdur, var ol deyə ona müraciət edir. Və sonra İbn Yəmir deyir ki, çox istidir, yol çox uzaqdır. Və bu zaman orada əsgər olur. Əsgərə müraciət edir ki, get deyir, sən atlara bax, İbn Yəmin deyir, düzdürmü? Və bundan sonra Arif Rənanı görür. İndi bundan sonra nə baş verir? Buranı bizə deyəcək Gülcahan. Buyur Gülcahan. Mənim hansı hissədə qalmışdınız, biri deyərsiniz? Deməli burada Arif ilə Rənanın qarşılaşması səhnəsi var. Orada olan hissələrdir. Arif ilə Rəna. Bir dəqiqə mənim. Buyuraq. O vaxtı İxtiyar, İbn Rəmin, Rəna, Zənci demə, o Çavuşu, bir də hissə. Əsgər gəlir. Aha, gəlirlər yaxşı. Oradakı İbn Yəmin əslində Rənanın atasının qatili olur. Ay sağ ol. Bəli, atasının qatili idi. O Rənanı aldadır, güya deyir ki, sən atanın qatilini tapacağam. Bəli. Orada Ariflə Rəna bir-birini görürlər. Orada Arif Rənanı görəndə heyrətlənir. Bəli. Orada onların bir-birini tanıması İbn Yəmini əslində çox narahat edir. Düzdür. Arif orada soruşur ki, İbn Yəmindən sən hardan gəlibsən? Arif İbn Yəmin deyir ki, mən müharibədən gəlmişəm. Bunu sanki qürurlana deyir də. Ay sağ ol, bəli. Orada Sanki Arif deyir ki, müharibə fərəhli, qürurlu bir iş imiş kimi çatdırır. Əla, əla. Sonra orada Arif deyir ki, ölüb öldürmək əgər bir fəzilət olacaqdısa, canavar da əşrəf olsa gərək. afərin. Nə deməkdir, yəni cənab Burada əşrəf olsa gərək? Nə deməkdir bu? Bu ifadənin mənasını necə anlayırsan? Əşrəf nədir mənim? Onu sən Əşrəf anlayır. olmaq, yəni canavar deyir, bizdən əşrəfdir, yəni daha böyükdür, uca deməkdir. Daha qüvvə, uca mənasında. Onda ölüb öldürmək fəzilət olsa, canavar bizdən daha üstün olar, deyirəm ki. Bəli, əgər öldürmək bir fəzilət idisə, o qədər yaxşı bir hal idisə, onda canavar bizdən daha əşrəf idi, daha üstün idi demək istəyir. Əşrəf olmaq üstün mənasına göstərilə bilər, bəli. İbn Yəmin də orada etiraz eləyir, deyir ki, həyat bir mübarizədir, yaşamaq üçün də çırpışmaq lazımdır. Bəli, yəni vur, vuruş, əz, əzil. Bəli. Orada Rəna İbn Yəminə Arifi tanıdır, deyir ki, İstanbulludur, müharibə nəticəsində evi yanıbdır, qardaşını itiribdir. Bəli. Və burada Arif düzdür. Və burada Arif İbn Yəmin bu fikirlərini sərsəmlik kimi qiymətləndirir. Və orada deyir ki, doğru bir düşüncə, əvət, işte bu əsgər, işte hər millət bir gün olmaqda həp bu fikrə şərik, heç çəkilməz fəqət bu sərsəmlik. Yəni hamı deyir, bu fikirdə, bu şərikdə, bu düşüncədə olsa, bu sərsəmlik deyir, heç çəkilməz. Yəni bu halı bir sərsəmlik kimi qiymətləndirir Arif. Və bu zaman İxtiyar da görür ki, bunların arasında belə gəlsə münaqişə olacaq, tez araya girir. Deyir, Arif deyir, oğlum deyir, burax deyir bu münaqişəni, gəl deyir, səninlə işim var. Yəni onu oradan uzaqlaşdırır. İxtiyar uzaqlaşdırır. Və bu zaman Rəna ilə Arif həmin dediyin hissələri, danış o hissələrə görüm. Orada Çavuş İbn Yəminə Arifə onlar üçün əngəl olacağını bildirir. O isə mənim. Hə, bəli. Yox, tanıdır. Arifi tanıdır İbn Yəminə. Hə, deyir ki, Arif İstanbulludur, müharibə nəticəsində ev yanıbdır, nəslini itiribdir. Qardaşı Vasif qeyb olub, harda olduğunu bilmir. Rəna belə tanıdır İbn Yəminə. Düzdür.
Arifi. Hı hı. Sonra burada Çavuş var. Çavuş İbrahim'in yeminə Arifin ondan ki əngəl olacağını bildirir. Bəli. Yo, Arifi Onlardan demir. Arifi demir. Demir, səhv başa düşmüsən. Deyir ki, bax, orada deyir ki, bunlar çıxır, düzdürmü? Çıxandan sonra hə, bu hərfdir. Bu hardadır? Deməli, bax, burada deməli İbn Yəmimə tanıtdı Arifi, düzdürmü? Onu sərsəm adlandırmışdı İbn Yəmin. Bunun qarşılığına Rəna deyir ki, yox deyir. Neyləsindir? Sərsəm deyiləsə deyir. Onun deyir hərbə, müharibəyə qarşı içində nifrət var. Yəni burada Rəna İbn Yəmə qarşı Arifi müdafiə edir. Deyir sən deyir ona hardan tanıyırsan? Ondan sonra deyir ki, o deyir İstanbulun əhli idi, yəni əslən İstanbulluydu. Balaca olarkən deyir evləri yanmışdı, nəsli məhv olmuşdu. Bir, yəni ailəsi məhv olmuşdu, bir kiçik qardaşı qalmışdı. Onu da axırda itirmişdi. Yəni ona görə bu Arifin içində belə müharibəyə, xəyanətə, vəhşətə, dəhşətə qarşı içində kəskin bir nifrət yaranmışdı. Sonra burada İbn Yəmin deyir ki, siz burada söhbət eləyin deyir, biz çıxaq deyir. Görək nə iş var deyir, nə baş verir deyir. Sonra burada Rənanın gözü bəzi kitablara sataşır, düzdürmü? Hələ o hissələr var. Kimin kitabları idi? Kimə almışdı bu kitabları? Hansı kitablar idi? Nədən bəhs edirdi bu kitablar? Arifin kitablarıydı səhv eləmirəmsə mənim. Arifin xavərə aldığı kitablar idi. Hə, bəli. Deyir, baxır kitablara, deyir bu kitablar, deyir bu kitabları mənə Arif alıbdı, xavər deyir. O kitablarda demək Xoca Nəsrəddinlərin lətifələri idi, yəni Molla Nəsrəddin lətifələri idi. Bir də Minbir Gecə nağılı idi. İmtahana düşə bilər ki, xavərə alınan kitablar nə kitablar idi? Molla Nəsrəddinlərin lətifələri idi və Minbir Gecə nağılları. Bax, bunları yadınızda saxlayırsınız. Burada Rəna xavərdən sərin su istəyir, xavər gedir, Rənaya su gətirir. Ondan sonra gəlir artıq burada İbn Yəmin Çavuşa deyir ki, nə oldu deyir, çox düşüncəlisən deyir. Bax deyir, sənin deyir, gördüyün bu Arif deyir, çox deyir, çox yəni Rənaya yaxın adamdır deyir. Bundan da daha müthiş olan əskər, bax burada əskər deyir, əskəri deyir. Arifi demir, bu əskər qorxaram deyir, cümlə sirri faş edər. Yəni cümlə sirri deyir, ortaya çıxarar deyir. Çünki bu əskər Rənanın babasını qətl edən zaman hər şeyi görübdür. Arifi demir. Bunu görən Arif deyil. Əskərdir. Oradakı əskərdir bunları görən. Yəni Arifdən də daha bətər problemimiz deyil bizim. Arifi də problem kimi görür. Deyir Arif də bizim üçün problemimiz. Çünki Arif Rənaya çox yaxındır. Amma ondan daha da bətər problemimiz odur ki, bu əskər bütün baş verən bu qətliamın, xəyanətin şahidi olmuşdu. Hər şeyi görmüşdü və qorxuram ki, deyir, bu adam bütün cümlə sirri faş edər. Yəni bütün sirri açıb ortaya qoyar. Aydındırmı? Bəli. Bu zaman İbn Yəmin çox belə özündən fərəhlənir. Fərəhlənə deyir ki, yox deyir, mənim uğrumda deyir, neçə insanlar can verdi deyir. Mən deyir, keyif çəkdim deyir, milyonlar xərclədim, dövlətim qədər də deyir, etibarım var. Mən kiməm deyir, bir ərəbəm deyir, bir uşaqdanmı qorxar İbn Yəmin? Bax, bu ifadələr özünü belə öyməyi, özünü belə bəyzadə, yəni yüksək məqamda görməyi iki əsərlə oxşarlıq götürəcək uşaqlar. Bunlardan birincisi Əkinçi qəzetindəki, Əkinçi şeirindəki, Mirzə Əkbər Sabirin Əkinçi şeirindəki mülkədar obrazı ilə Bəyzadədir mənim cümlə qərarım, meysiz məzəsiz olmaz şəmsü mərarım. Xatırlayırsınız da yəqin o hissəni. Bəli. Bax, bir bununla götürürsüz. Bir də özünü belə öyür. Hüseyn Cavidin İbn Anam əsərində kim idi orada özünü elə öyən? Orxan. Orxan da özünü, bəyzadəliyini, öz gücünü, qüvvəti ilə fəxr eləyirdi, düzdürmü? Bax, bunları oxşarlıq götürürsüz. Demək, İblis əsərindəki İbn Yəmin, Hüseyn Cavidin Ana əsər faciəsindəki Orxan, bir də Əkinçi qəzetindəki mülkədar obrazı ilə ortaq cəhətdir bu. Yadınızda saxlayın. Səhra yoxdurmu dəstə? İndi fikir verirəm.
Müəllim Səhragilin işıqlar gedibdi. Hə, yaxşı, onda biz davam edək, yəqin gəlsə qoşular. Zümrüd xanım, sizə suallar verimmi bu hissələrdən? Bilirsizmi, bilirsinizmi? Məsələn, bundan sonra hansı hadisələr baş verir deyə bilərsinizmi? Hansı? Deməli, harda qalmışıq müəllimə? Bu İbn Yəmin özünü övdü, təriflədi və sonra Rəna ilə Arifin yenidən dialoqu var. Hansı nələr baş verir bu hissələri bilirsinizmi müəllim? Aha, yaxşı, onda qulaq asaq müəllimə. Qeyd götürürsünüzmü Zümrüd müəllimə? Qeyd götürürsünüzmü? Bəli, müəllimə. Sizə də daha müəllimə deyib qalmışam. Dilimə o cür uyuşubdur da Zümrüd xanım da inciməsin. İnşallah bəlkə Allahın qisməti müəllim olacaqsınız, nə bilmək olar. Tək elə olsun ay mənim, tək ürəyin istəyən nəticəni yığasınız. Hə, yaxşı Gülcahan, sənlə davam edək qızım. Buyur Gülcahan, indi sən mənə de görüm bundan sonraki hadisələr necə baş verir, necə cərəyan edir? Mən bir dediyin harda qaldım. Hə, harda qalmışdıq? Demək, burada İbn Yəmin özünü öyüdü, düzdürmü? İndi burada Arifin səhnəsi gəlir də. Arif nə deyir burada? Ariflə Rəna yenə qarşılaşır. Deyir, nə xoş səadətdir səni görmək, Rənaya deyir, düzdürmü? Bəli, müəllimə. Aha. Sən deyir, görmək nə böyükdür, səadətlidir. Sən deyir, də yuxularıma gəlirdin, darıxırdım sənin üçün. Çaş deyir, sən deyir, Orada burada Rənanın- qalsan deyir, biz səninlə birləşsək deyir. Orada Rənanın babasının xəyalı gəlir, gedir o istəyirəm müəllimə. Yo, hələ ora var. Deyir, sən deyir, çaş deyir, burada deyir, qalsan, burada mənimlə birləşsən, mənimlə bircə olsan deyir. Şübhə yoxdur ki, deyir, mənim bu sisli, dumanlı taleyim güləcəkdir. Sonra burada Qadir Rəna deyir ki, bu deyir, bir qismətdir, bilmək olmaz deyir. Sən deyir, bir sözün var deyir, amma deyir, incimə deyir. Sən deyir, bu qanlı zabit ilə, qanlı zabit deyəndə burada İbn Yəmini nəzərdə tutur. Baxın, qeyd eləyin bunu. Bunu dəftərinizə qeyd eləyin. Zümrüd xanım, siz də qeyd eləyin. İblis, Arif, qanlı zabit deyəndə İbn Yəmini nəzərdə tutur. İblis, qanlı zabit dedikdə İbn Yəmini nəzərdə tutur. Siz deyir, yəni bu qanlı zabit ilə İbn Yəminlə hara gedirsiniz? Bu isti gündə, bu isti çöllərdə hara gedirsiniz? Rəna nə deyir? Nə deyir qarşılığında? Bu yaxınlarda deyir, xəstə varmış. Deməli, ay uşaqlar, bu Rəna tibb bacısıdır. Yəni, türk həmşirəsi, həmşirə bilirik də, türklərdə tibb bacısına deyirlər. Xəstələrə baxan bir tibb bacısıdır. Axı müharibə dövrüdür, müharibə təsvirləri var. Real olmasa da müharibə təsvirləri var. Burada bu İblis Yəminlə gəlməkdə məqsədi İbn Yəmin bunu aldatmışdı da, demişdi orada olan yaralılara müalicə lazımdır, şəfa lazımdır. Deməli, burada Rəna bu məqsədlə İbn Yəminlə gəlibdir. Deyə eşitdim ki, burada xəstələr var. Arif də deyir ki, bu deyilənlər deyir, yalandır deyir. Ona deyir, inanma deyir, getmə deyir. Burada qal deyir, amma deyir, səbəbini soruşma ki, mən niyə görə sənin burada qalmağını istəyirəm. Bunun səbəbini soruşma məndən. Bu zaman Rəna Mənim deyir ki, orada hə, buyur. Mənim orada Çavuş orada İbn Yəminə deyir, o hissələrmi? Rəna ilə Arif çox yaxındılar. Yox, oralar çoxdan ötmüşük Aygüllü. Oraları sən danışdın da. Bu dediyim hissələr hansı ki bu Rəna ilə Arifin sonradan olan dialoqlarıdır. Deyir, niyə görə deyir sən deyir bu İbn Yəminlə deyir, hara gedirsən deyir. O da deyir ki, mənə İbn Yəmin deyibdi ki, Rəna deyir Arifə. Burada yaxında xəstələr var deyir. Kitab yanındadırsa 21-ci səhifədəyik. Əgər kitabdan baxırsansa, PDF səhifəsini bilmirəm, kitabla baxıram mən də. Deyir ona, bu deyir, mənə deyildi ki, deyir İbn Yəmin, bu yaxınlarda xəstələr var. Dedim axı, bu Rəna tibb bacısıdır. Bu müharibədə yaralananlara, əskərlərə, qadınlara kim yaralanıbsa, onlara məlhəm qoyur, yaralarına əlac tapır. Bu İbn Yəmin bunu belə aldadıbdı. Arif də deyir ki, sən ona inanma deyir. Başdan ayağa o adam yalan danışır deyir. Rəna deyir, bəlkə deyir, düz deyirsəm, ola bilər ki, İbn Yəmin məni aldadır. Amma deyir, mənim deyir, əsas deyir, məqsədim deyir, atamın, yəni babamın intiqamını almaqdır deyir.
Əgər deyir mən onun intiqamını almasam deyir, yaşaya bilmərəm deyir. Bundan sonra Orada Rəna deyir ki, babamın qatilini kim tapsa, ona səcdə elərəm, ay aləmi sağ eləm. ol, həmin hissələrdir. Danış, düz gəldin, çatdın, danış. Oraları danış. Orada Rənanın babasının xəyalı intiqam deyib gəlib gedir. Bəli. Orada Rəna səslənirsə pis olar. Arif Rənadan soruşur ki, aman bu nə haldır? Arif Rəna deyir ki, babamın əgər qatilini kim tapsa, ona səcdə elərəm. Rəna demişdi ki, əgər babası atası səhv eləmirəmsə, atanın qatilini kim tapsa, onunla evlənəcəyini bildirir. Mhm. Ona çöllərdə gəzən duyğunun intiqam duyğusu olduğunu bildirir. Arif orada əslində deyir ki, məncə burada qatilin kim olduğu bəllidir. Deyir, Rəna sizcə deyir ki, bəlli demir. Yox. əslində Deyir, sizcə deyir qatil bəllidirmi? Arif Rənaya sual verir. Burada hələ Arif bilmir. Deyir, sizcə deyir qatil bəllidirmi? Qatil kimdir? Hə, bu zaman Rəna nə deyir? Rəna deyir ki, İbn Yəmin mənə deyibdi ki, Mhm. mənə inan, sonsuza gedib o qatili taparam. Mhm. Arif də deyir ki, Arif də Rənaya deyir ki, İbn Yəminə inanmasın. Bu hiylə olduğunu bildirir. Mhm. Nəsə bunların söhbəti orada yarım qalır. Burada Vasiflə dostu Yarabidən rus zabitini Hə. gətirirlər. Ondan da əvvəl Xavər buna bayaq axı Rəna suyu istəmişdi bundan. Xavər bunun suyunu gətirir. Ondan sonra hə, o hissəyə o qədər önəm daşımır. Bəli, indi burada yaralı zabiti gətirəcəklər. Çavuş gətirir, daha doğrusu. Hə, burada girir içəri kim? Vasiflə çavuş, düzdürmü? Vasif girir içəri. Aha, başla. Yox, bundan əvvəl çavuşla İbn Yəmin gəlir bura. İbn Yəmin deyir ki, gedək. Rənaya deyir ki, artıq gedək. Burada təşrif edirlər ki, qalsınlar da, getməsinlər. Deyir, yox deyir, bəlkə deyir, nə vaxtsa gələrik deyir, burada 3-5 gün qalarıq deyir. Amma bunu aparmaq istəyir də Rənanı. Bu zaman Xavər də Rənaya deyir ki, gəlişiniz çox gözəldir, amma gedişiniz qəfil oldu. Yəni çaş getməyəydiniz, daha da qalardınız. Rəna burada onlara qarşı göstərilən hörmətdən xeyli razı qaldığını deyir və getməyin vacib olduğu vurğulanır. Yenə burada Xavər deyir, getməsəniz yaxşıdır, qalsanız yaxşıdır. Arif də Xavərin fikrini təsdiqləyir. Deyir, qalsaz daha yaxşı olar. Məsələn, bunlar burada axırda da bunlar çıxıb gedirlər. Və sonra Arif başlayır Xavərə deyir ki, sanki deyir, bu Rəna mənim qarşımda deyir, yenə də bir nurdur deyir, sanki heykəl nurudur, nurlu heykəldir deyir. Sanki nazlı nurlu heykəl adlandırır burada Arif onu. Sanki deyir, qarşında durunub, çırpınıbdır deyir, sanki məndən imdad istəyir deyir. Xavər deyir ki, sənə sual vermək istəyirəm. Sən deyir, bu Rənanı sevirsənmi deyir. Deyir, sevirəm deyir, amma deyir, başqa bir məhəbbətlə, yəni ona dost kimi sevdiyini deyir. Amma əlbəttə ki, burada aldadır, yalandan deyir Xavərə. Əslində Arif məhəbbətcə Xavərlə evli olsa da, əslən kimi sevirdi? Rənanı sevirdi. Rənanı həqiqətən bir belə deyək də, qadının olan sevgi münasibəti kimi sevirdi. Kişinin qadına olan sevgi münasibəti kimi. Amma əlbəttə Xavər də deyir ki, yox deyir, mən sənə inanmıram deyir, bu deyir, yanlışdır deyir, bu başqa baxışdır deyir, sən deyir, sanki deyir, bədəninin içində dayanmadan deyir, sənin ürəyin çırpınır, sənin ona qarşı baxışların başqadır deyir, inanmaram deyir sənin dediklərinə. Arif də deyir ki, sən heç deyir, yox, mən qədər deyir, düşünsəydin deyir, sən deyir, İbn Yəmin ona etmək istədiklərini bilsəydin deyir, sən də deyir, heyrətdən qanın donardı. Yəni, sən onu mənim gözümdən bax, mənim gözümdən fikirləş demək istəyirlər. Bundan sonra Vasif gəlir, yaralı zabiti gətirir. Yəni, ona qədər bu hissələr olur. İndi o hissələri danış Gülcahan, nələr baş verir? Vasiflə dostu rus zabitinə gətirirlər. Arif deyir ki, siz də mərhəmətlirsiniz, bu zabitə adres gəlibsiz. Orada Vasif olur. Deyir ki, yol kənarında rast gəldik. Əhval çox pis idi. Orada küçük zabit onun bir düşman belə olsa, bir düşman zabiti belə olsa, ona kömək etmək lazım olduğunu bildirir. Bəli.
Bəli, düşmən zabit belə olsa, deyir, kömək etmə və bunu yüksək qiymətləndirir kim? Arif yüksək qiymətləndirir. Deyir ki, burada deməli, gətirir bu Vasif kiçik zabiti, bu zaman ixtiyar qaçır qabağa, kömək eləyir ona. Burada Xavər də tuturlar onun qolundan, aparırlar onu müalicə etdirməyə. Bu zaman Arif deyir, ya deyir o əsirdir, ya da qaçqındır. İkisindən biri olacağını düşünür. Vasif də qayıdır deyir ki, xəstə bir rus əsiridir. Rusi əsridir, amma milliyyətcə türkdür. Biz bunu ikinci pərdədə biləcəyik. Deməli, Aşıxa, bir dənə onu deyim. Bu əsər böyükdür, 4 pərdədir. Ona görə də mən məsləhət görürəm ki, bu əsəri biz bir dərsə qurtara bilmərik. Artıq saat 12-dir. Ona görə hər gün bir pərdədir. Bizim də dərsimiz hər gün olacaq. Yaxşımı uşaqlar, yadınızda saxlayın. Hər gün dərsimiz var. Yəni hər gün dərsə qoşulacaqsınız. Ona görə də birinci pərdəni yekunlaşdırırıq, ikinci pərdəni yaxşı öyrənirsiniz, ikinci pərdəyə sabah baxacağıq. Üçüncü, dördüncü pərdə növbəti dərs günləri üçündür. Yəni bu gün sadəcə birinci pərdəyə baxırıq. Qrupda da yenə məlumat verəcəm. Zümrüd xanım, eşidirsinizmi səsimi? Bəli, Hə, müəllimə. birinci pərdəni yekunlaşdırırıq Allah qoysa. Evdə sizdə sadəcə ikinci pərdəni oxuyun müəllimə. Evdə ikinci pərdəni yaxşı oxuyun. İkinci pərdənin sual cavab olacaq. Dərsi birbaşa sizinlə başlayacağam gələndə. Yaxşı oxuyun müəllim sabah üçün. Hə, İndi deməli burada gətirdilər. Deməli Arif deyir ki, ya bu əsirdir. Hələ bilmirəm bu əsirdir ya nədir. Ya da ki deyir qaçqındır. Bu zaman Vasif deyir ki, yox deyir, bu xəstə bir rus əsiridir deyir. Amma biz ikinci pərdədən gələn sabah görəcəyik ki, bu zabit əslində türk əsilli imiş. Sadəcə ruslarda, rus ordusunda çalışan türk əsiri oldu. Əsilli, yəni əsil, yəni nəzabəti, milliyyəti türkdür. Bu zaman ixtiyar da neynir? Xavərə deyir ki, get deyir, tez deyir, sarğı gətir. Bunun yaralarını biz bağlamaq lazımdır. Xavər burada gedir və Arif deyir, burada artıq Vasifin bu hərəkətini müsbət qiymətləndirir. Bax, hələ burada bilmir ki, onun qardaşıdır. Onlar qardaşlar. Hələ bilmirlər. Bir-birlərinin qardaş olduqlarını bilmirlər. Son səhnələrdə görəcəyik biz bunu. Deyir, ah deyir, nə siz mərhəmətlisinizdir. Siz deyir, bu zabitə harda rast gəldiniz deyir. Harda rast gələ bilər Gülcahan? Yolun qırağında eləmi? Bəli, yaxınlarda yol qırağında gördü. Əhvalı pəcərbüstdə. Yəni yaxşı deyildi də bunun əhvalı. Sonra kiçik zabit deyir, nə qədər əsir də olsa, düşmən də olsa deyir, lazım idi deyir, ona deyir, kömək göstərirlər. Bunu kiçik zabit deyir. Deyir, Arif də qayıdır deyir ki, əgər deyir, bütün bəşəriyyətdəki insanlar sizin kimi düşünsəydi, sizin kimi olsaydı, bu qədər vəhşiliklər baş verməz idi. Bunu Arif deyir. Sonra burada sol qapıdan içəri keçir Arif və kiçik zabitinə Vasifin dialoqu başlayır. Nə deyir burada? Deyir, Vasif deyir, sən deyir, çox düşünürsən deyir, nə haldır deyir bu. Hə, Vasif nə deyir cavabında ona? Mənim o hissələr bizim kitabda verilməyib. Bir dəqiqə, sizə orijinal versiya düşmürmü ki? Məndə olan kitab var, ədəbiyyatdan kitab İlyas Əfəndiyevin. Orada olan əsərlər düşüb, mən oradan oxuyuram daha çox. Hə, ordadır da, var o hissələr. İlyas Əfəndiyevin Qırmızı üzlü kitabıdırmı səndə? Yox, İlyas Əfəndiyev yox, Hüseyn Cavitin əsəridir iblis. Nə İlyas Əfəndiyev? Yox, məndəki Yalçın Qəhrəmanovun kitabıdır. Sizə oradan mı düşür ki? Məncə sizə ya Artinin verdiyi PDF-dən düşməlidir, ya da ki, orijinaldan düşməlidir məncə. Bütöv orijinal. Səndə olan Bilmirəm, hissələr müəllim. onda məktəb dərsliyidir. Sizə bu əsər orijinaldan düşür, yox? Yoxsa Məncə hə. təkcə məktəb dərsliyidir? Məncə orijinal düşür. Orijinaldırsa əgər, məncə də orijinaldır. Əgər orijinaldan düşürsə, bunu oxumaq lazımdır. Hüseyn Cavidin özünün birbaşa kitabından oxumaq lazımdır. Əsərləri Yaxşı, olan kitabından, məktəb kitabxanasından əldə etsəz yaxşı. Onda o hissələri mən danışım sizə. Deməli, burada kiçik zabit deyir ki, Vasifə deyir, nədir deyir bu hal deyir, sən deyir, niyə belə düşüncəlisən deyir, niyə deyir belə düşüncələrə dalırsan deyir. Bu zamanda sən deyir, bu gedişdə deyir, bu halla deyir, məzun olacaqsan. Məzun olmaq, məzuna bənzədilmə başqa hansı əsərlərimizdə var Gülcahan?
Həm ipucu verin tapıram. Məsələn, Müsibəti Fəxrəddində Cahangir bəy özünü Məzluna bənzədir. Düzdürmü? Hə, Orada qızın da var. eşqindən özünü Aha, Məcnuna bəli. bənzəyir. Hə, məsələn, indi qayıdaq bura. Deməli, Vasif deyir ki, əgər deyir, İbn Yəmin deyir, bu xain, İbn Yəminin xain olduğunu Vasif bilirdi. O xaindi deyir, Rənaya deyir, belə deyir, Rənaya deyir, o deyir, niyə deyir, yaxınlıq verir də, deyir, Rəna deyir, ona deyir, o xaindir deyir axı deyir. Heç deyir, ola bilərmi ki, elə bir alçaq Rəna kimi bir gözələ qismət ola deyir. Bu zaman Çi Sabit də deyir ki, Türk ordusu hər tərəfə həmlə edir. İranı, Qafqaza imdada çatır, yəni köməyə çatır. Rus ordusu onun qabağında dura bilmir. Türk ordusu nə qədər parlaqdır, rəvandır. Yəni hər hüduda çatır, köməyə çatır. Yəni belə bir yaxşı halda, yaxşı belə bir vəziyyətdə sən deyir, niyə qara düşünürsən? Yəni niyə qaramsalsan da? Bu zamanda Vasif qayıdır deyir ki, əfsus ki deyir, Türk ordusu hara çatır çatsın, istərsə deyir bütün Hindi Əfqanı tutsun, istərsə deyir bütün Altaylara çıxsın, Turana basıb bağrına Altaylara çıxsın deyir. Mümkün deyil deyir. Nə qədər ki bu millətin canında xəyanət var, bu zəfərlərin, bu qalibiyyətlərin əslində deyir heç bir önəmi yoxdur. Belə deyəndə Kiçik Sabit də deyir ki, əgər deyir bir nəfər, bir neçə nəfər, yəni xəyanətdirsə deyir, başqası deyir, xəyanət eləyirsə deyir, burada deyir, millət deyir, sakit durarmı deyir. Yəni bu millət deyir, baxa mı dursun deyir bu vəziyyətə deyir. Vasif də deyir ki, Türk ordusu daim basıb ölkələri alıbdı. Amma ən axırda deyir, siyasətdə məğlub olubdu, siyasətdə basılıbdı deyir. İdraki sönük olan deyir, qəflətlər deyir, milləti həmişə deyir, əldə oyuncaq edibdi deyir. Və burada ən məşhur ifadələr var. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Yəni Vasif deyir ki, nə qədər Turan, Türklər qalib də olsa, ərazilər də alsa, hür də olsa, azad da olsa, onun içində xəyanətkar insanlar olacaqdır. Və deyir ki, nə qədər deyir, ölkələr alsa da Türklər, yenə də axırda gəlib siyasətdə məğlub oldu. Yəni siyasətdə basılıbdı. Bu zaman Arif dala qayıdır, Arif gəlir. Kiçik zabit deyir ki, buradan biraz əvvəl keçənlər deyir, kimlər idi? Soruşur. Yəni burada İbn Yəmindən Rənanı deyir. Arif də qayıdır deyir ki, bir atlı zabit idi, bir qızla bərabər. Bu zaman Vasif çox əsəbləşirdi. Gördünmü deyir, necə onu biz əlimizdən qaçırdıq deyir. Bu zaman kiçik zabit də deyir ki, hara qaçırsa qaçsın deyir, o deyir bizim əcəlimizdən canını qurtara bilməyəcəkdir deyir. Narahat olma deyir. Deyir, hələ deyir, əlimizdə fürsət var deyir. Axırda deyir, o gəlib bizim ovucumuza düşəcəkdir deyir. Sən deyir, bundan arxayın ol deyir. Bu zaman yenə iblis görünür Arifin gözlərinə. Deyir, rədd ol deyir, dəf ol deyir buradan deyir. Sən yenə də mi gəldin? Bu zaman iblis deyir, uşaq olma. Mənə bax deyir, başqa hisslərə deyir, qapılma deyir. Bütün deyir, əsəbiyyətin deyir, sənə deyir. Nəyə görə deyir, sənə deyir, qalib oldu deyir, qalib gəlibdir deyir, sənin deyir, əsəbiyyətindir. Mən deyir, hamısını duymaqdayam, hiss etməkdəyəm deyir, bunu inkar edə bilmərəm deyir. Mən deyir, görürəm ki, indi Rəna sənin bütün ruhuna hakimdir. O sənin idrakındadır. Əfsus deyir, əgər deyir, ayrılsan izindən, yəni sən onun izindən ayrılsan, əğyar və mənus olarsan, yəni dəli olarsan mənasında. Bu zamanda Arif də deyir, məni deyir, aldada bilməzsən deyir, mən deyir, heç vaxt deyir, sənə inanmaram deyir. Sən deyir, xainsən deyir, xainə inanmaram. İblis də deyir ki, sən bu halınla pərişan olacaqsan və deyir, və bu zaman əlində tapança və bir tutam qızıl çıxarır iblis. Bu hissələr varmı Gülcahan? Danışa bilərsən, yoxsa danışım? Bilirsənmi bu hissələri? Yoxdur, mənim Ya. olan kitabda. Deyir, bir hissədə tapanca var deyir, əlində tapanca göstərir, qızıl göstərir, deyir, al deyir, sən deyir, bunları bağrına bas, Arifə uzadır onları. Səni deyir, sancıda deyir, bunlar məsud və xoşbəxt edəcəkdir. Yəni silahdır, qızıldır, bunlar deyir, səni məsud edəcək, xoşbəxt edəcəkdir. Bunları bir sevgili məbuda bənzədir. Amma tapançanı bir neçə dəfə havaya boşalır. Yəni havaya sıxır, atəş açır iblis burada.
Al deyir, bu atəşlər deyir, sənin deyir, qəlbinə qüvvət verəcəkdir. Bunu deyən iblisdir, Arifə deyir. Kisədəki qızılları səsini səsləndirir və Arifə verir. Bax deyir, necə də deyir, gözəldir, səsli deyir. Bunsuz deyir, heç bir məqsədə nail ola bilməzsən. Deməli deyir ki, bu atəşdən, bu silahdan çıxan səs, atəş səsi sənin qəlbinə məsudluq verəcək, xoşbəxtlik verəcək. Və deyir, qızılların səsi də olmasa, yəni qızıllar da olmasa deyir, sən deyir, heç bir məqsədə çata bilməzsən. Ayrıca deyir ki, get buradan, dəf ol, mən deyir, o qızıllara möhtac deyiləm, ya da ki, o qurşuna möhtac deyiləm, yəni qurşun gülləyə nəzər tutur. İblisə deyir ki, təkrar edirəm deyir. Zəfi deyir, burax deyir. Yəni bu inadını burax deyir. Aldanma, aldanırsan deyir. Həmişə deyir, aldanırsan deyir. Təkrarlayır burada yenə bir neçə dəfə fikirləri. İblis burada qəhqəhə çəkir. Arif tərəddüd halda qalır burada. Və düşüncəndən sonra deyir, deyir, o mələk deyir, qəhr edilirkən deyir, layiq kimidir durub burada seyr eləyim deyir mən. Mən deyir, bu saatdır, yəni deyir, o mələk deyəndə Rənanı nəzərdə tutur. Yəni Rənanın başına bu hallar gələn deyir, mən deyir, niyə sakit dururam deyir burada. Mən də deyir, bu saat deyir, getməliyəm deyir oradan. O da başına fəs qoyur, fəsini qoyur başına. Fəs o türklərdə bir papaq növüdür da. Onu qoyur başına, çıxır. İblis yenə burada qəhqəhələr çəkir, get deyir. O hörmət və məhəbbətin deyir, bir gün qanlı ədavətə çevriləcəkdir. Sizlərdəki ülfətin sonu vəhşət, şəfqətin sonu nifrət, rəhmətin sonu isə lənət olacaqdır. Yəni biz bunları, bu həqiqətən axırda Arifin necə iblisə uymağı, onun əsərin əvvəlində pərdə əvvəlində görür ki, iblisə qarşı dirənir, mübarizə aparır, ona uymur. Amma son pərdələrdə artıq iblisin əlində bir oyuncağa çevrilir, onun quluna çevrilir, nökərinə çevrilir və çox təəssüflər olsun ki, iblisin uydurmaları nəticəsində bilmədən də olsa öz qardaşının ölümünə səbəb olur. Həqiqətən iblisə uyan insanlar çox fəlakətlərə, çox bədxah hadisələrə və çox təəssüf olsun bədxah məqsədlər törədə bilirlər. Bədxah belə deyək, niyyətləri olur. Allah heç kəsi bizi iblis xislətli insanlardan qorusun. Həqiqətən Hüseyn Cavidin bu əsəri düzdür, çox çətindir. Dilə yovuşmayan əsərdir, amma çox burada dərin fəlsəfi fikirlər vardır. Çox sağ olun, indiyə qədər qulaq asdığınıza görə, sual-cavabda iştirak etdiyinizə görə. Zümrüd xanım, heç də narahat olmayın. Bir neçə dəfə təkrarlayacaq, yaxşı yadınızda qalacaq. Böyük əsərdir, 4 pərdəlidir, faciə janrındadır. Əsərdə monoloqlara, dialoqlara yer verilmişdir. Bunu inşallah növbəti dərslərdə, yəni sabah 23:00-da ikinci pərdəyə baxacağıq müəllimlər. İkinci pərdəyə baxacağıq. İkinci pərdədəki hadisələri yaxşı oxuyun, yaxşımı? Səhifə 31-dən başlayır. Böyük pərdə olduğuna görə bir dərsə verirəm. Kitabla səhifə 31-dən başlayır. PDF-ini də atmışam qrupa. Qrupa göndərmişəm, oradan baxın. Bilmirəm, Zümrüd xanım, sizə mi göndərmişdim şəxsiyə qrupama? Yenə baxaram, göndərməmişəmsə qrupa göndərərəm. Səhifə 31-dən başlayır, 50-ci səhifəyə qədərdir. Yəni təqribən 20 səhifəlik hissədir. Yaxşı öyrənin. Sabah inşallah ikinci pərdəyə baxacağıq. Bura qədər sözünüz, sualınız varmı müəllimlər? Yox. Sağ olun. Necə? Səsiniz qırıldı, eşidə bilmədim Gülcahan. Yoxdur müəllimə, təşəkkür edirəm. Aha, xoşdur. Zümrüd xanım, sizin isə sözünüz, sualınız. Sağ olun müəllimə. Aha, siz sağ olun qoşulduğunuza görə. İnşallah sabah 23:00-da görüşərik. Zümrüd xanım, sabah saat 2-də dərsimiz var. Sıfırdan qrupuna. Yadınızda saxlayın. İstəsiz Gülcahan qoşula bilərsiniz. Qrupa hərədən göndərəcəm. Orada da uşaqlar qoşulub bir nəfər 9-u bitirib ona keçibdir. Atacam qrupa. Əlavə mövzularda şifahi xalq ədəbiyyatına baxırıq. Orada başdan sıra gəlirik mövzuları. Zümrüd xanım da yəni istəsəz qoşula bilərsiniz. Məcbur deyil, amma yenə də göndərəcəm. Vaxtınız varsa qoşulun. Nəyə ziyandır ki, öyrənsəz xeyrinizədir. Belə Oldu müəllimə. müəllimə, sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.